Salam əziz tamaşaçılar. Bugünkü verilişimizin qonağı dünyaca məşhur futbolçu olan Cristiano Ronaldo'dur. O, bugün Azərbaycana səfəri haqqında Bakıda çayxanaya getmişdim. Bakı çox qəşəngdir, həqiqətən. Yəni, getdim çayxanada almalı qəlyan çəkdim. Sağ olsun uşaqlar, pulu özləri vedər, qoymadılar pulu xəzləyəm. Hətta şəklim də var qəlyandan. Çox gözəl şəkildir, həqiqətən. Baxa bilərsiniz, buyurun baxın. Gör, nə qəşəng şəkildir bu. Ronaldo müəllim, siz Messi haqqında nə deyə bilərsiniz? Messi necə biri idi, necə bir insan olub? Sizin ona şəxsi fikriniz necədir? Ətəqa, Messi çox düt adamdır. Keçən səfər domino oynayanda Şeşkoşanı atış gəlmişdi. Mən də götürdüm təsbihlə, sındırdım onu. Bilirsiniz, insan əsəblərinlə oynayır. Çox pis olmuşdum, bax, həqiqətən. Bax, indi də danışdıqca çox pis oluram. Fişə verin, üzü ifadəmin. Kişiliyinə yaraşmış hərəkətlərdir. Eşitdiyimə görə, ondan bu yaxınlarda Messi ilə nədə oynamışsınız? Yəni, uduzan qəlyan qonaqlığı verəcək deyə uduzmuşsuz, amma verməmişsiniz. Bu düz söhbətdir. Kələ, bilirsən necədir? İmkan yoxdur da, yoxdur, pul yoxdur. Bu da alma üstü qəlyana razı olmadı. Dedi ki, almalı qəlyan çəkək. İmkanımız olmadığı üçün ananas qəlyanı keçirtdi, pul çatmadı da kələ. Ronaldo müəllim, bəs İrina xanım necədir? Nə arır? Yemək yat pişirə bilir. Eşitdiyimə görə axırıncı dəfə kələn dolması pişirmişdi. Axırıncı dəfə soğanlı qoğurma pişirmişdi. Bilirsiniz, bilirsiniz, o qədər güldüm ona, yəni dəhşət adam idi, yəni, amma çox duzlu pişirmişdi soğan qoğurmasını. İşimiz gücümüz qutarıb. Bu arvad oturur, tez soğan qoğurması pişirir. Çox tatlı da deyir idi, yəni çox pis idi, yəni. Üzünə demədim, sizə ilk dəfə olaraq sizə deyirəm. Yəni, özü bilməsin, xahiş edirəm. Ronaldo müəllim, siz İrina xanımla uşaq yatıb fikirləşirsiniz, elə bir fikriniz var? Yox, ha, nə danışsanlar kələ. Elə bir fikrim qətiyyən yoxdur. Ona görə ki, uşaq da var, o birisi uşaq dəhşət nadir uşaqdır. Keçən səfər götürdü evi, partlatdı, çox şeylədi, o qədər atdan düşür, mazgiçliydi, yəni dedi bitməz. Ona görə yeri yoxdur, yəni uşaq eləməyin. Həm də İrina elə işi gücü qalıb. Uşağa baxan da, sən də ki, dəhşət adamsın.